Hesablama Palatası əldə etdiyi nöqsanlarla bağlı Baş Prokurorluğa və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib. Biz zaman-zaman hansısa qurumlarda keçirilən Dövlət Təhlükəsizlik Xidmətinin, eyni zamanda korrupsiyaya qarşı Baş Təşkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatlarını görürük. Məmurların və yaxud da hansısa şöbələrdə, şöbə müdürlərinin, yəni dövlət işçilərinin həbs olunmasının şahidi oluruq. Bu, hətta bir dönəm icra hakimiyyətlərində icra başçılarının həbsindən müşahidə olundu və geniş rezonans yaratmışdı cəmiyyətə. Yəni kifayət qədər cəmiyyət böyük ölçüdə dəstək verir əslində bu həbslərə. İndi yenidən belə bir prosesin başlama ehtimalı necə qiymətləndirirsiniz? Yəni ola bilərmi qurumların daha bir belə bir proses başlasın? Çünki ortaya müharibə 2020-ci ildə hava müharibəsi düşdü, sonraki dönəmlərdə terror əməliyyatları və s. Bu təbii halda, yəni müəyyən səngimələr oldu bu prosesdə, amma belə görünür ki, yenidən başlaya bilərmi? Məsələ bundadır ki, siz qeyd elədiyiniz kimi ilk dəfə Dövlət Təhlükəsizlik Xidmətinin Ağstafa İcra Hakimiyyətində apardığı əməliyyatlar və icra başçısının həbsi ilə nəticələnən sonluq Azərbaycan ictimaiyyətində doğrudan da alqışlandı və təqdirə layiq bir haldır. Çünki icra başçılarının böyük əksəriyyəti öz kabinetlərinin qapılarını vətəndaşların üzünə bağlamışdılar. Və bu qapılar arxasında da xüsusilə sosial müdafiəsi zəif olan insanların haqlarını yeyirlər. Biz bunu Yevlağın icra başçısının seyfindən çıxan sosial kartlarının simasında da görürük. Eyni zamanda İmişli icra başçısının kabinetindən çıxan o patka belə Yevrolar da var. Digər tərəfdən biz həmçinin Neftçalada icra başçısının şəxsi biznesini nə qədər böyütdüyünü və insanların işləmə imkanını məhdudlaşdırdığını, biznes mühitini kifayət qədər daraltdığını da müşahidə etmişik. Və icra başçılarının bu cür öz başlarına qarşı dövlət qurumunun tədbirlər görməsi vətəndaşları kifayət qədər razı salmışdır. Və insanlar bunun davamını gözləyirlər. Və bir icra başçısına qarşı aparılan hüquqi əməliyyatlar digərlərini də kabinetdən çıxmağa vadar edirdi. Bunlar kabineti rayonu idarə etmək üçün iş mühitinə çevirməmişdilər. Rayonu əsarət altına almaq üçün rüşvət məkanına çevirmişdilər. Çox təəssüf ki. Və yaxşı haldır ki, Dövlət Təhlükəsizlik Xidməti bunların canına bir qorxu xof sala bildi və müəyyən qədər çəkildilər.